Salam, hər vaxtınız xeyir olsun əziz izləyici qardaşlar. Çox suallar gəldi o ingilis dilinə keçirməklə bağlı. İstədim monitor üçün də videonu çəkim. Displeydə məndə video var, kanalımızda baxsanız əgər, displeyin ingiliscə olması ilə bağlı. Monitorla bağlı orada qısa məlumat vermişəm, amma bəzi suallar olur. Yoldaşlar eləyə bilmirlər. Ona görə istədim bunun üçün də ayrıca bir video çəkim. Bəzilər deyir 24 bizim maşın Tuyan 05'dir, Çangan. Bəzi yoldaşlar deyir 2025 keçmir, bəzi deyir 2024 keçmir. Bu hər birində keçir. Sadəcə 24'lərdə update gələndən sonra onlarda qalır, qalıcı olur. Amma 25'lərdə hal-hazırda belə deyim də settings'e girəndə atır təzədən Çin dilinə, yenidən bu əməliyyatı yerinə yetirib ingiliscə keçirmək lazımdır. İndi gələcəkdə bilmirəm necə olacaq. Ola bilsin bizdə də update olandan sonra düzələr. Hələ ki bu vəziyyətdədir. Yəni özünüz əgər paraşütka yazdırmazsa, qaydası ilə özünüz eləyirsinizsə, hələ ki belə olur. Birdən ola bilir ki, məsələn, həm displeydə, həm monitorda, paneldə, həm monitorda eləyirsiniz, keçmir. Sadəcə bu zaman belə deyərdim də, sükanın sağ tərəfində olan bu səsi azaltma deyən düymə var. Hansı ki onu basıb saxlayırsınız. Monitor öz-özünə sönür. Sonra siz əlinizi buraxırsınız. Bu restart olur. Artıq kompüterdə necə restart edirsiniz. Burada da restart olur. Monitor sönür, yanır. Elə ki yaddaşında qalan şeylər gedir. Siz onu həmin əməliyyatı yenidən eləyirsiniz. Artıq bu zaman çox rahatlıqla keçir. İndi məndə hal-hazırda ingilis dilindədir. Sadəcə mən qaydasını göstərəcəm ki, necə eləmək lazımdır. Telefona girirsiniz. Ulduz diyez 888. Yes verirsiniz, bir ya şifrə istəyir sizdən. 3 6 9 8 7 5 yazan kimi keçir belə bir belə deyim də mühəndis şeyinə, settingsinə. Burada bax uzun olan Çin bu. Bax ən uzunu odur. Ona basırsınız. Burada gəlir settings. Settingsin üstünə basırsınız. Gəlir adi Android ekranı. Sizdə burada olacaq Çin dilində. Yəni yazıya baxmağa ehtiyac yoxdur. Ən aşağı düşürsünüz. Burada dairə içərisində nida var. Sistem aşağısı language vaxtzad yazılıb. Bura girirsiniz. Bura girəndən sonra burada həm saatı buradan dəyişirsiniz. Dəyişə bilirsiniz. Görürsünüz? Saat işarəsi var. Onu ingiliscə çevirəndən sonra bilməyən kimi yenidən girib saatı bizim saata uyğun eləyə bilərsiniz. Birinciyə girirsiniz. Lap deyək ki, burada Çin dilində yazılıb. Görürsünüz Globus var. Globus işarəsi. Ona girirsiniz. Birinciyə. İndi burada Çin dilində yazılacaq. Siz birinci ilə bilin ki, birinciyə girirsiniz. Girirsiniz birinciyə. Burada Çin dilində yazılıb. Məsələn, bu olur. Bu olur yuxarıda. Aşağıda heç nə olmur. Bir də plus olur. Plusun da qabağına Çin dilində yazılır. Siz plusa basaraq aşağıdan düşürsünüz. Belə deyim də ingilis dilini tapırsınız. İngilis dili. İngilis dili seçəndən sonra United Kingdom var. Çox üzr istəyirəm. United Kingdom var. Bir də USA olur. Bax, bir də üzr istəyirəm. Bax, United States olur. Siz United States seçirsiniz. Sonra gəlir olur burada. Elə ki bu olur aşağıda. Belə bu formada olur da. Üstünə basıb saxlayırsınız. Görürsünüz, burada aşağıda olur. Çin dili yuxarıda olur. Siz bunu üstünə basıb saxlayıb, görürsünüz, keçdi Çin dilinə. Bunu basıb saxlayırsınız, qaldırırsınız yuxarı. Yuxarı qaldıran kimi bu keçir ingilis dilinə. Gördünüz, artıq yazılar da keçdi.
Birbaşa geriyə də verib buradan ingilis dilinin hamısını görə bilərsiniz. Və yaxud da ev işarəsinə basıb ana səhifəyə qayıda bilərsiniz. Məsələn, qalxdınız ana səhifəyə, baxdınız ingilis dilindədir. Yəni bu qədər sadədir, özünüz eləyə bilərsiniz. Dil üçün kiməsə gedib pul ödəməyə ehtiyac yoxdur. Yəni 50 manata, 100 manat eləyənlər də bu üsulla eləyirlər. O proşivka yazanları mən vurğulamıram. Onlar da mən də özüm də heç eləmirəm, ehtiyat eləyirəm. Nəsə sonra problem olar. Bəlkə zamanla mən də eləyəcəm, amma hələ ki bu qaydada mən istifadə edirəm. Diqqətinizə görə çox sağ olun. Ümid edirəm ki faydalı, yararlı olacaq. Əgər kimsə nəsə yenə sualı olsa, kommentlərdə, şərh bölməsində yaza bilər. Mən çalışdığım qədər cavablandırmağa çalışacağım. Sadəcə sizdən xahişim kanalımıza, videolarımıza abunə olmağı, kanalımıza abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi və eyni zamanda paylaşmağı ki, digər insanlar da qeydət olunsunlar. Bizim də izləyicimiz sayımız çoxalsın. Dəstəyiniz bu ola bilər. Çox sağ olun, minnətdaram. Hər kəsə uğurlar arzulayıram.